Təbiətin insan övladına 4 əsas bəxşi: od, su, torpaq və ən əsası nəfəs aldığımız hava. Bugün hava bəşəriyyət üçün sadəcə nəfəs yox, həm də enerji mənbəyidir. Ələxüsus Azərbaycanda. Azərbaycanın bərpa olunan enerji potensialını 2 gigavata yaxın çatdıracaq. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 gigavat həcmində bərpa olunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu sadəcə başlanğıcdır. Həmin başlanğıc nöqtəsindəyik. Burada hər şey demək olar ki, nəhəngdir. Həm texnika, həm detallar, elə küləyin özü də. Elə bura gəlmişkən sizə bir maraqlı detalı diqqətinizə çatdırım. Bu, həmin o turbinin pəridir. Uzunluğu 74 metrdir, turbinin özünün uzunluğu isə 100 metrdir. Yəni, ümumilikdə bu turbin quraşdırıldıqdan sonra 174 metrə qədər uzunluğu çatdırılacaq. Elə bu nəhəng pərlər hər il 1 milyard kilovat saat elektrik enerjisi istehsal edəcək. Yəni 300 min ev işıqlı olacaq, 220 milyon kubmetr təbii qaza qənaət ediləcək və 400 min tondan çox karbon emissiyasının qarşısı alınacaq. Ən böyük problemlərindən biri logistika problemləri idi ki, şükürlər olsun ki, artıq o problemlər geridə qalıb və Abşeron hissəsində o tikiləcək hər 12 turbinin böyründə onların pərlərini görə bilərsiniz və xüsusi saxlanıc hissələrində digər hissələri görə bilərsiniz ki, bunlar artıq Bakıdadırlar və sahəyə gətiriliblər. Külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır. Tədqiqatlar isə göstərir ki, Abşeronda küləyin orta illik sürəti saniyədə 9,35 metr, Xızıda isə 9,63 metr saniyə təşkil edir. Bu göstərici turbinlərin səmərəli fəaliyyəti üçün kifayət qədər yüksəkdir və stansiyanın enerji istehsalında dayanıqlılığı təmin edəcək. Hazırda stansiyada hər birinin gücü 6,5 megawatt olmaqla 4 turbin quraşdırılıb, amma 2025-ci ilin sonuna qədər digərlərinin quraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir. Nəhəng və inanılmaz böyük hədəflər. Ümumiyyətlə, ölkəmiz bərpa olunan enerji sahəsində olduqca perspektivlidir. Gözlənilən layihələr də bunu deməyə əsas verir. Hazar Denizi'nin üzerindeki deniz üstü rüzgar enerji potansiyelini hayata geçirmek üzere Offshore Wind projesi dediğimiz bir proje var. Bu projeyle de ilgili çalışmalarımızı devam ediyoruz. Bununla da ilgili anlaşmalarımızı, ön anlaşmalarımızı ve diğer fizibilitelerimizi bitirip bir an önce bu projelerde de çalışmayı hedefliyoruz. Külək görünməzdir, amma gücünü hiss etməmək mümkün deyil. Elə Azərbaycan da bu gücü hiss etdirir və bu hələ başlanğıcdır. Rəhlə Rafiq qızı, Fidan Şakir qızı, Kamran İsayev, Zaur Hüseynov, ASTV xəbər.